Qaradağın Qobustan qəsəbəsində yerləşən Şeyx Lounge restoranı yandırılıb. Lentaz Baku Postaza istinadən xəbər verir ki, hadisə fevralın 8-i saat 23 radələrində baş verib. Yanğının baş verməsinə ilkin səbəb olaraq iki nəfərin öz aralarında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri obyektdə yanğın törədib. Ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb. İnsidenti törədənin Cavid adlı şəxs olduğu bildirilir. Müştərilərin həyatını isə İAŞ obyektinin mətbəx bölməsinin arxa qapısı xilas edib. Hadisə nəticəsində bir nəfər ayaq nahiyəsindən yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, bir dam altında tikilən ümumi sahəsi 600 kvadrat metr olan bir mərtəbəli müxtəlif təyinatlı obyektlərdən sahəsi 250 kvadrat metr olan kafenin yanar konstruksiyaları yanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov isə bildirib ki, qeyd olunan İAŞ obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub. Yanğını törətməkdə şübhəli bilinən iki nəfər müəyyən olunaraq saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.